Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm, dəyərli izləyicilərimiz. Xırdalan şəhərinin mərkəzində Texnokomun yanındakı 9 saylı məktəb, Misir Parkına yaxın bir ərazi, belə gözəl bayra baxışı var. Balkondan başladım çəkilişə. Tam yaşayışlı binadır, qubçalı binadır. Bütün kanalları var, qazın suyu, işığı. Ən əsası çıxarışlı bir mənzildir. Burada yerləşir mətbəxi. Qranit olan hissələr istifadədən ibarətdir. Binanın 3 lifti var. Tam yaşayışlı binadır. Prospekt yolun kənarında yerləşir. Videomuza xəndilliyin ki, bütün məlumatları videoda deyəcəm. Mənzilimizin giriş hissəsini görürsünüz. Dartma tavan, geniş, belə bir giriş hissəsi var. Giriş qapısını görürsünüz, seyf qapıdır. Burada belə bir baklava güzgü yığılıb. Çox əla təmir olunub. Burada yerləşir yataq otağı. Mətbəxdən də eyvanla çıxışı var. Yataq otağından da. Təmir çox əla təmirdir. Gördüyümüz kimi mətbəxdən də yataq otağından da eyvanla çıxışı var. Çox işıqlı bir mənzildir. 18 mərtəbəli binanın yerləşir mənzilimiz 10-cu mərtəbəsində qubçalı bir mənzildir. İpotekaya yararlıdır. Dərhal köçüb yaşaya bilərsiniz. Girişdə geniş belə bir istiqamətlərdə şkaflar yığa bilərsiniz. Keçək qonaq otağımızı sizə təqdim edim. Belə bir enli, geniş qonaq otağından ibarətdir. Mənzilimizin ümumi sahəsini deyim 80 kvadratdan ibarətdir. Qanuni 2 otaqdan 3 otağa düzəlib və hər bir otaqların özünün müstəqil pəncərəsi var. Və qonaq otağından keçirik 3-cü otağımıza, uşaq yataq otağına. Burada da uşaq yataq otağı yerləşir və özünün müstəqil pəncərəsi var. Ümumiyyətlə, mənzilə hər iki istiqamətdən günəş görür, işıqlı bir mənzildir. Təkrar edən Xırdalan şəhərinin tam mərkəzidir. 2-9 saylı məktəbə 2-3 dəqiqəlik məsafədə yerləşir. Heydər Parkına 5-6 dəqiqəlik məsafədə yerləşir. Çox elit bir binalardan biridir. İpoteka yararlıdır, qubçalıdır. Burada belə bir TV stand yığılıb. Linkdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız.